Əhməd və Şah. Keçmiş zamanlarda bir ölkəni zalım bir padşah idarə edirmiş. Adamların əziyyət çəkmələri onu əyləndirir, sadə cəmaatın əzab-əziyyəti ona sevinç gətirirdi. Həmin ölkədə bir aşıq var idi. O ağıllı və ağsaqqal qoca idi. Yoxsulların əzab-əziyyətinə ürək ağrısı ilə baxırdı. Günlərin bir günü aşıq durub şahın yanına gəldi. "Ey ağsaqqal, sənə nə lazımdır?" deyə şah onun üstünə qışqırdı. Aşıq dedi: "Xalqın zülm əlindən inləyir ey şah. Çoxalır günbəgün ehtiyac və ah." Şah qorxub qəzəbləndi. "Bu qocanın ağılı başından çıxıb," deyə qışqırdı. "Məni öyrətmək eşqinə düşüb. Ey cəllad, onu asın. Elə bir dəfəlik bütün ağsaqqalları asın." Cəlladlar tez şahın əmrini icra etməyə başladılar. Onlar evlərə girib bir-bir gəzir, qocaları yaxalayırdılar. Çox keçmədən bircə nəfər də olsun ağsaqqal sağ qalmadı. Adamların ağsaqqalına ağ düşən kimi şahın cəlladları onu tutub öldürürdülər. Bir dəfə şahın ağlından belə bir fikir keçdi. Bir çox illər keçəcək, mənim özümün də saqqalım ağaracaq. Bəs onda necə olacaq? Mən indi durub öz əmrimi geri mi götürməliyəm? Elə həmin gün qoşuna əmr verdi ki, dirilik suyu arxasınca get səfərə çıxsınlar. Şah fikirləşirdi ki, bu suyu içib həmişə yaşasın və heç vaxt qocalmasın. Şahın qoşununda Əhməd adlı qoçaq bir döyüşçü var idi. O öz qoca atası Mahmud kişini çox istəyirdi və indiyə kimi onu şahın cəlladlarından qoruyub saxlaya bilmişdi. Səfərə çıxmaq vaxtı gələndə Əhməd bilmirdi ki, necə eləsin. Ata ona dedi: "Mənim üçün böyük bir sandıq qayır. Məni orada gizləd. Sonra da sandığı arabaya qoyub apararsan. Səfər vaxtı mənə lazım nə varsa hər birini verərsən." Səfərin 3-cü günü qoşun dağlıların arasına girdi. Axşam şah əmr verdi ki, dərin ensiz bir dərədə gecələsinlər. Hava qaralandan sonra Əhməd atasına baş çəkməyə getdi. Mahmud kişi oğlundan soruşdu: "Oğlum, de görüm bu yaxınlıqda dağ yoxdur ki? Hətta mən sandığın içində sərinliyi duyuram." "Var," deyə Əhməd cavab verdi. "Hər tərəfdən hündür dağlar ucalır. Onların başı duman içində itib." "Oğlum, qaç şahın yanına, qoy qoşuna əmr versin ki, çadırları hündür bir yerdə qursunlar, yoxsa başlarına bir fəlakət gələr." Əhməd şahın yanına gələrək atasının ona öyrətdiklərini şaha dedi. "Yaxşı," deyə şah onunla razılaşdı. "Qoy qoşunun yarısı yuxarı qalxsın, yarısı da burada qalsın. Baxaq görək onların başına nələr gəlir. Əgər onların başına bir iş gəlməsə, onda başın bədənindən ayrılacaq." Gecə dağlara şiddətli yağış yağdı. Su dar dərəyə axdı. Çoxlu döyüşçü, atlar və çadır suda batdı. Səhər qoşun yoluna davam etdi. 3 gün sonra yolları su olmayan səhradan düşdü. Çox keçmədən qoşunun su ehtiyatı qurtardı. Döyüşçülər istidən və susuzluqdan qırılmağa başladılar. Belə olanda Əhməd atasının yanına gəlib dedi: "Ata, bir neçə gündür ki, səhradan keçirik. Götürdüyümüz su tamamən qutarıb. Adamlara içməyə, atları sulamağa su yoxdur. Nə etməli?" Mahmud kişi soruşdu. "Oğlum, bax gör ətrafda dəvə tikanı varmı?" "Var," deyə Əhməd cavab verdi. "Bax buradan azca aralıda o tərəfdə görünür." "Yaxşı oğlum," deyə Mahmud kişi sözünə davam etdi. "Dəvə tikanı olan yerdə arı olar. Arılar tikandan şirə toplayırlar. Arının dalınca gedərsən, su taparsan." Əhməd bel götürüb dəvə tikanı bitən yerə getdi. Ora çatında gördü ki, doğrudan da tikanın üzərində arı vızıldaşır. Əhməd arının dalınca düşüb getdi. Arı çox uçdu. Əhməd də onun dalınca uçdu getdi. Yəni öz atı ilə gedirdi də Əhməd burada. Arı onun bir çəmənliyə gətirib çıxartdı. Burada otların arasında balaca bir gölməçə var idi. Arı suya qonub içməyə başladı. Əhməd
Əhməd sevindi. O arı su içib doyana qədər gözlədi. Sonra quyu qazmağa başladı. Quyunu qazıb qurtarandan sonra gedib qoşunu buraya gətirdi. Həm adamlar su içib yanğılarını söndürdülər, həm də atları sulasınlar deyə atları oraya gətirdilər. Axşamdan xeyli keçmiş, hamı yatandan sonra Əhməd qoca atasına da su içirtdi. Az getdilər, üz getdilər. Axır gəlib uca bir dağın ətəyinə çatdılar. Dağın sıldırım yamacında içində dirlik suyu axan, ajdaha ağzına oxşayan girəcəyinin ağzında dayandılar. Şah çadırları qurmağı əmr etdi. Bütün döyüşçüləri çağırıb dedi: Kim kahadan mənim üçün dirlik suyu gətirsə, onu qızılla qəni edərəm. Gedib gətirməyəni də asaram. Döyüşçünün biri getdi, gəlmədi. İkincisi getdi, qayıtmadı. Axırda növbə Əhmədə çatdı. Əhmədi dərd qəm bürüdü. Getdi, atası ilə halallaşsın. Atası ona dedi: Oğlum, bu dərdə əlac eləmək olar. Get yuxuya, yanında qulum olan meydanı tap. Qulunu kahanın girəcəyində bağla. Madyananın min arxayın gir içəri. Qaydanda yolu sənə at özü göstərəcək. İki dənə qurbağa tut. Kahada sən 2 bulaq görəcəksən. Qurbağaları öldürüb hərəsini bir bulağa at. Hansı bulaqda qurbağa dirildi, o dirilik suyudur. Hansı bulaqda ki qurbağa dirilmədi, o adicə sudur. Bizim cəllad padişahımız üçün hansı sudan götürəcəyini də özün bilirsən. Əhməd atasına təşəkkür etdi. Onun məsləhətlərinə bir əməl edərək meydana minib kahaya girdi. Yol uzun idi. Əhməd axtarıb dağın lap dibində 2 bulaq tapdı. Qurbağaları öldürüb hərəsini bulağın birinə atdı. Bulağın birində qurbağa o saat canlandı. Əhməd biclik işlədib şah üçün gümüş dolçada adi sudan, atası üçün isə bardaqda dirilik suyundan töküb yenə də meydana mindi. Kahanın girəcəyində bağlanan quyunun səsinə Madyan tez qaçıb gəldi. Əhməd kahadan çıxdı. Baş əyərək gümüş dolçanı şaha verdi. Şah sevindi. O saat suyun hamısını içdi. Qoşunu yola salmağa, evə qayıtmağı əmr etdi. Axşam Əhməd atasının yanına gəlib əhvalatı olduğu kimi ona danışdı və içində dirilik suyu olan bardağı atasının qabağına qoydu. Mahmud kişi dedi: Xoşbəxtliyi uzun ömürdə yox, xalqa məhəbbətdə axtar. Atasının sözləri Əhmədi xeyli düşündürdü. Elə bu vaxt yaxındakı dağda bir qarğa uçurdu. O, qanatları ilə vurub bardağı aşırdı. Bardaq daşın üstünə düşüb parçalandı. Dirlik suyundan bircə damcı qarğa içə bildi. Bir neçə damcı da arça ağacının kökü içə bildi. O vaxtdan bəri qarğa 100 il, arçı ağacı isə 1000 il yaşayıb həmişə yaşıl qalırlar. Əhməd dağılan dirlik suyuna baxıb heyfslənmədi. Geri qaydan baş qoşunun yolu ağır idi. Nəhayət gəlib çaya çatdılar. Şah gördü ki, burada bir yerdə çoxlu qarışqa qaynaşır. O soruşdu: Qarışqalar nə üçün burada qaynaşır? Onların nə işləri var? Hər kəs şahın bu sualına cavab verə bilmədi. Onda şah belə dedi: Mən gündə 2 nəfərdən soruşacağam. Kimin cavabı mənim ürəyimə yatdı, ona mükafat verəcəyəm. Kimin cavabı xoşuma gəlmədi, onun boynunu vurduracağam. Əhməd atasının yanına qaçıb şahın təzə əmrini ona xəbər verdi. Ata, nə etməli, deyə soruşdu. Tezliklə zalım şah hamımızı qırıb qurtaracaq. Mahmud kişi fikirləşdi, sonra dedi: Bu qədər adamın nahaq yerə qırılmağına baxmaq ölümdən də betərdir. Oğlum, get şahın yanına, ona de, qarışqalar ona görə burada qaynaşırlar ki, çayın dibində içində yağ olan bir bardaq var. Şah əmr verəndə ki, bu bardağı get çıxart, sən onda ağaca dırmaşarsan. Oradan nişan alıb oxu birbaşa şaha atarsan. Ancaq, bax ha, yaxşıca nişan al, gözlə oxun boşa getməsin. Əhməd şahın yanına gəlib dedi:
Mən bilirəm qarışqalar nə üçün burada qaynaşır. Bu yerdə çayın dibində içində yağ olan bir bardaq var. Şah qəzəbləndi. Bu nədir? Sən məni ələ salmısan, çayın dibində içində yağ olan bardaq nə gəzər? Qarışqalar niyə gərəkdir? Cəllad, bura gəl. Mərhəmətli şah, deyə Əhməd ondan rica etdi. İcazə verin, mən sizə həmin bardağı göstərim. Əgər çayın dibindən onu gətirsəm, onda mənə cəza verərsiniz. Və ya da düşünərsiniz ki, mən haqlıyam. Yaxşı, get, çıxart, deyə şah razılıq verdi. Əhməd cəld ağaca çıxıb var gücü ilə yayı dartdı. Nişan alıb elə oturtduğu yerdə də ölüb yerə dəydi. Şahı vurdu. Şah oturduğu yerdə öldü. Tərslikdən şah yumalanıb düz qarışqaların qaynaşdığı yerə düşdü. Demə elə qarışqalar özləri əvvəlcədən cəmdək iyini duyublarmış. Əhməd ağacdan düşdü. Döyüşçülər tez onu dövrəyə alıb qucaqlamağa başladılar. Çox sağ ol, sən nə xeyirxahlıq elədin. Əhməd onlara dedi. Mənə təşəkkür etməyin, ağsaqqala, mənim atama təşəkkür edin. Dağlı dərə qoşunu seldən o qorudu. Səhrada bizə su tapan da o oldu. İndi də bizi hər gün günahsız adamların qanını axıtmaqdan xilas etdi. Zalım şahın əlindən qurtardı. Əhvalatdan xəbərdar olan döyüşçülər Mahmud kişinin yanına getdilər. Onlar ağıllı qocaya təşəkkür edib, onu ölkənin hökümdarı, Əhmədi isə özlərinə sərkərdə seçdilər. Hə, əziz balalarımız, göydən 3 alma düşdü. İndi siz deyin görək, biz bu almaları kimə verək?